8-ci sinif 26-cı mövzu parça üzərində ziqzaq şəkilli tikiş tətbiq etməklə aplikasiyanın işlənmə texnologiyası. Müəllimlər, biz əvvəlcə ziqzaq şəkilli tikiş haqqında öyrəndik. Yəni necə yerinə yetirilir, nə üçündür. İndi isə həmin o ziqzaq şəkilli tikişlə aplikasiya yerinə yetiririk. Aplikasiyada bilirik ki, məsələn, təkcə parçada yox, məsələn, kağızlarda istifadə etmişik, hazırlamışıq. Nə edirik? Başqa bir rəngli kağızdan müəyyən formalı bir nəyisə şəklini kəsib digər kağızın üzərinə yapışdırırıq. Məsələn, biz gül formasını etmək istəyiriksə, onun yarpaqların, onun çiçəyin ayrı-ayrı, məsələn, çiçək qırmızı kağızdan hazırda çəkirik. Sonra yarpaqları yaşıl kağızdan çəkib kəsib götürüb və ağ kağıza, yəni fərqi yoxdur, hansısa bir kağızımızın üzərinə yapışdırırıq. Yəni bu bizim olur aplikasiyamız. Parçası da belədir. Məsələn, aplikasiya biz həm gözəl görünüş üçün istifadə edə bilərik, həm də ki, bəzən parçalarda qüsur yarana bilər. Məsələn, paltar təzə ola bilər, amma onda hansısa bir sökülmə ola bilər, süzülmə ola bilər, yəni də deşik yarana bilər. Hətta paltarı ütüləyən zamanda müəyyən bir xəsər yarana bilər. Biz onu aplikasiya ilə bərpa edə bilərik. Düzdür, gözləmə üsulundan da bərpa edəcəyik, amma yapışqanlı məsələn aplikasiya ilə də biz onu bərpa edə bilərik ki, yəni başqa bir parçadan nəsə bir e, nəyisə bir fiqurunu kəsib, nəyisə kəsib e, həmin o parçamızı bərpa etmək məqsədi ilə də biz aplikasiyadan istifadə edə bilərik. Belə, gəlin baxaq, aplikasiya nədir, hara sözüdür? Dekorativ tətbiqi sənədin geniş yayılmış növüdür. Təbii ki, geniş yayılıb, yəni burada dekor veririk, həm daha da gözəlləşdirir parçamızı, daha da e, necə deyim sizə, ikinci elə bir ki, onsuz üçün yeni bir nəsə əldə edirik, düzdür? Sadə olmur da, daha da gözəl quruluşlu olur. Deməli, aplikasiya hara sözüdür? Latın sözüdür. Biz bunu necə yadda saxlamışdıq? Aplikasiyanın l-sı, latının l-sı, müəllimlər. Belə də yadda saxlamışdıq. Ə, Latın sözü olduğunu səhv etməyə niyə? Çünki orada biz Yunan da götürə bilərik. Bilirik ki, ingilis deyil, bilirik ki, fransız deyil, amma latın mı yoxsa Yunan mı deyə düşünərik. L hərfinə görə latın sözü olduğunu götürürük. Nə deməkdir? Tətbiq etmək deməkdir. Yəni mən öyrəndiyimi tətbiq edirəm. Nəyinsə başqa bir hissədən e, əlimdə olan materialıma başqa bir materialdan birləşdirirəm, tətbiq edirəm, qururam, birləşdirirəm. Və burada nə var? Baxaq, mən izahda danışdığım hissələri danışmaq istəmirəm sizə. Əsas burada ardıcılı olan hissələrə köklənmək istəyirəm. Deməli, buradan bir də nələr düşüb, onu deyim sizə ümumi olaraq. Deməli, imtahana elə hara sözüdür, o düşüb, latın sözüdür, o mənası nə deməkdir, onu bizdən istəyib imtahanların birində. Sonra burada belə bir sual düşüb ki, aplikasiya işləmə texnologiyası, yəni işi icra edən zaman hansı saplardan istifadə edirik? Sapları necə seçirik? Parçanın rənginə uyğun sapları seçirik. Məsələn, bu da qeyd olunub. İndi həmin hissə gəldikcə yenə də deyərəm. Yaxşı olar ki, bir-bir baxaq, həmin gördüyümüz hissələri danışaq ki, nə düşüb, necə düşüb. Sonra burada bizə dərsimizin əsas hissələrindən biri də odur ki, aplikasiyadan harada istifadə olunur? Paltarların, divar panolarının, məişət əşyalarının bəzədilməsində istifadə olunur. Əsas paltarlardır, bilirik ki, yəni paltarların bəzədilməsində, bəzədilmə məqsədi üçün istifadə edirik. Aplikasiya necə ola bilər? Mürəkkəb və yaxud da sadə ola bilər. Bəli, məsələn, mən istəyirəm ki, çox mürəkkəb quruluşlu olsun, müxtəlif formalı, fiqur, məsələn, gül, çiçək, müəyyən ə, desenlərdən istifadə edirəm. Müxtəlif formalı, mürəkkəb olur, bir neçə formada olur. Bir də var ki, istəyirəm ki, sadə olsun. Məsələn, sadə bir paltar varsa, ona biraz onu dəyişmək istəyirəm, amma çox da çox abartmaq istəmirəm. Sadə, yəni bir elementdən istifadə edirəm, sadə quruluşlu aplikasiya yerinə yetirmiş oluram. Deməli, sadə və mürəkkəb, yəni bir neçə çox sadə elementdən ibarət ola bilər. Yəni mürəkkəbin izahıdır bu, asandır, bildiyimiz hissədir. Belə, amma deyir ki, hər bir halda hər ikisində də əlavə bir detal olmadan üsullaşdırılmış dəqiq və kənar cizgilərlə işlənməlidir. Yəni dəqiqlik olmalıdır, cizgilərə diqqət yetirməlidir, üslubdan istifadə olunmalıdır. Necə gəldi olmaz da, yəni burada da müəyyən bir ortaya nəsə gətirib qoymalıyıq. Yəni necə gəldi? Təkcə yapışdırım, oradan götürüm, buraya yapışdırım. Yox. Müəyyən bir forma olmalıdır, görünüş olmalıdır.
Aplikasiya nəyə əsasən bitirir? Ülcü və qəlbə. Müəllimlər, biz həmişə sizlə demirik, ülcünü hazırlayırıq. Birinci oduncaqda da məsələn birinci ülcü hazırlanır. Oduncaqda deyil, üzr istəyirəm. Məsələn biz parça üçün öyrənmişdik 5-ci sinifdə ülcü hazırlanır. Eskiz qurulur, ülcüsü hazırlanır. Təbii ki, mən ülcüyə əsasən bunu edirəm. Ülgüm olmalıdır mənim əlimdə. Bir də gəlib mən hansı formada məxş edəcəmsə, hansı formada aplikasiya yerinə yetirəcəmsə, onun formada mənim qəlbim olmalıdır. Məsələn, mənim bir əsas materialım olmalıdır, parça materialım. Bir də ki, aplikasiya üçün istifadə edəcəyim digər materialım, parçam olmalıdır ki, məsələn, mən hansısa bir formada tutalım ki, kəpənək formasında mənim bir qəlbim var. Həmin o qəlbimi parçanın üzərinə yerləşdirirəm, kənarlarından karandaşla çəkirəm. Həmin o istədiyim formanı oradan qəlib vasitəsilə, yəni bitirəm parçadan, həmin o digər parçadan. Aplikasiya olaraq istifadə edəcəyim parçadan. Yəni burada mən ülcü qəribi, düzdür, sizə ürək qəlb olaraq yadda saxlamışdım. Qəlb sözü qəlb sözünə oxşayır. Ülcü də ürək sözünə oxşayır. Bilirəm, yadınızdadır, bu üsulla tapırsınız. Amma bunun bir elmi izahı, elmi açıqlaması olmalıdır. Bu cümləmizi biz özümüz yəni testdə tapmaq xətrinə öyrənməkdən də əlavə mənasını da dərk etməliyik. Niyə burada ülcü və qəlb qeyd olunub? Burada bizim bir ardıcılığımız var. Gəlin baxaq, nömrələyək. Deməli deyir ki, birinci biz hər yerdə öyrənmişik ki, birinci eskiz qurulur. Təbii ki, birinci mən nə edəcəmsə, onun eskizini qururam. Eskizini işləyirəm. Əvvəlcə, yəni aplikasiyanın eskizi qurulur. Birinci mərhələmiz eskizi götürəcək. Sonra, yəni birinci mən eskizi qururam ki, nə formada edəcəm, nə olacaq. Eskizini qururam. Yəni tutam ki, özlüyümdə beynimdə canlandırıram, düzdür? Təsvirini yaradıram, eskizini. Sonra mən axı ülcüyə uyğun onu biçəcəm. Mən ülcü hazırlamalıyam. Ülcülər işlənir. Yəni detalların ülcülərini işləyirəm. Detalların ülcüləri işləyir. Sonra eskiz bəs nə üçündür? Eskiz nəzarət üçündür. Mən eskizi hazırlamışam. O ülcüləri işləyirəm ha. O ülcüləri işləyən zaman eskizə baxıram. Yəni baxım görüm ülcümlə eskizimdə olan ülcüm eynidirmi? Ülcüm eskizimdəki kimidirmi? Yəni eskizə nəzarət edirəm. Eskizlə mən ülcünü işləyən zaman nəzarət edirəm. Eskiz nəzarət üçündür. Ardıcılıqlarda bu cümlə yazılmır, amma yazıla bilər, kitabdan kopyalana bilər. Mən olsam, eskizi hazırlayandan sonra bu cümləni götürərəm. Eskiz arda-arda götürərəm. Deyərəm ki, eskizi qurulur, sonra deyərəm ki, hə, eskiz nəzarət üçündür. Amma bunu bizə heç kəs sübut eləməz ki, sən düz deyirsən. Yəni cümlədə belə yazılmayıb. Həm də mən yenə də ötürürəm ki, sizə buradan başa düşdüyüm formada bunu buradan nəticə gəlirəm ki, birinci eskizi qurdum, eskizi qoydum kənara. Keçirəm ülcünü hazırlamağa. O ülcünü hazırlayanda mən eskizə baxıb hazırlayıram. Yəni ülcünü hazırlayıram, işləyirəm. Eskizlə də ülcümə nəzarət edirəm. Arada bir görüm düzmü edirəm. Bu üçüncü mərhələ deyil, amma testdə görsəniz üçüncü mərhələdir. Hələ ki testlərdə yaxşı ki qarşımıza çıxmır. Yəni çıxmasının yeri də yoxdur. Bu eskiz haqqında məlumatdır sadəcə, ardıcıllıq deyil. İndi hər hansı bir testi hazırlayan kopyalayıb ata bilər. Hazırlamış ülcünü işlədimsə, mənim ülcüm var hazırdır. Bax, hazırladığım ülcünü başqa bir yerdən, yəni kəsib götürəcəndə, yəni o ülcünü də parçanın üzərinə düzürlər. Yəni ülcü hazırsa nə etməliyəm? Ülcünü parçanın üzərinə düzməliyəm ki, oradan kəsib götürəcəm. Parçanın üzərinə ülcünü düzdüm. 4. Yazmışam 4. Sonra ülcü əgər düzülübsə, parçanın üzərində müvəqqətə düzülüb. Orada qalmayacaq. Bax, bayaq da videoda gördük biz. Parçanın üzərində biz onu birləşdirməliyik ki, yeri dəyişməsin də. Yəni parça düzməklə olmur axı. Mən onu sancaqlamalıyam, möhkəmləndirməliyəm. Düzdüm, sonra sancaqla möhkəmləndirirəm. Deməli, 5-ci sancaqla möhkəmləndirmə olacaq. Əgər deyir, kəsiləcək fiqur çox böyükdürsə, o parçanın üzərinə köklənir. İndi bunu ardıcıl yazmamalıydılar. Niyə? Ya mən sancaqlayım, ya da ki kökləyim. İkisindən birini etməliyəm, düzdür? Yəni deyirsən, normalda sancaqlamalısan ki, orada qalsın. Amma deyir, yox, əgər böyükdürsə, sancaqla da olmaz axı. Onu elə birbaşalıq iynə ilə kökləyirik. Biz indi bunu sübut edə bilmərik ki, bu ardıcıllıq deyil. Yəni əgərdir, bu şərtdir. Əgər böyükdürsə belə et, normalda sancaqla, böyükdürsə belə et, bunu deyə bilmərik. Həm də ki, testlərdə belə görmüşük ki,
sonra kökləmə sözü olur. Belə deyək, yəni mən sancaqlayıram, ya da ki, elə düz deyir əslində. Müəllimlər, baxın. Elə biz bunu birbaşa böyük kimi yadda saxlayaq, böyük detal kimi yadda saxlayaq. Məsələn, mən onu sancaqladım e, və daha etibarlı olsun deyə, daha garantili olsun deyə onu bir dəfə də kökləyirəm. Yəni sancaqlamadan mən necə kökləyə bilərəm? Düzdür? Kökləyəndən sonra sancaqlamanın nə mənası var? Yəni burada mərhələdə sancaqlarımı birinci götürəcəm, sancaqla möhkəmləndirəcəm, sonra kökləyəcəm. Bunun da səbəbi var ki, fiqur böyük olduğuna görə kökləyirik. Yaxşı, sancaqladım ki, sonra kökləyim. Mən kökləyəndən sonra sancaqlamağın mənası yoxdur. Sancaqla möhkəmləndirib, sonra tikişlə kökləyirəm. 6 olur, köklənir. Və mən artıq köklədikdən sonra kağız ülgünün kənarı boyunca kəsilir. Bu kağızdaydı da bu şəkil, düzdür? İndi mən o kağızı artıqları kəsib çıxarıram kimdə düşünüm. Ülgümün kənarı boyu kəsib çıxarıram. 7. Kəsib çıxarılır. Kəsilir sözü varsa cümlə kəsilmiş. Nəsə bir fiqur var da burada, düzdür müəllimlər? Kəsilmiş fiqur. Burada mən bir sizinlə başa düşürəm. Deməli 2 dənə parça var. Mən özlüyümdə kağızda eskizi qururam, şəklini çəkirəm. E, Hardasa kalka kağızında da, nəsə bir kağızda da həmin o şəkli köçürdürəm. O kağızı qoyacam parçanın üzərinə. Parça ilə kağızın ikisini qarışıq o parçadan, kəsəcəyim parçadan kağız qarışıq mən ülgünü kəsib götürürəm. Yəni həmin o fiquru kəsib götürürəm ki, buradan belə bir nəticəyə gəlirəm. Kəsib götürürəm. Orada götürdüyüm mənim fiqur olur. Kağızı kəsmirəm, mən fiquru kəsirəm. O kağızın istiqamətində fiqur kəsib götürürəm. Həmin o kəsdiklərimi, digər parçadan kəsdiklərimi deyir kəsilir. Düzdür, ülgünün kənarı boyunca. Ülgü, yəni nə istəyirəmsə həmin fiqurun ülgüsünü qurmuşam. Ülgünün kənarı boyunca deyir kəsilir. Kəsmişəmsə fiqurlarım var artıq, hazırdır. Həmin o kəsdiyim fiqurları da kəsilmiş fiqurlar da deyir əsas parçam. Bir var aplikasiya parçam, bir də var əsas parçam. Əsas parçamın, yəni əsas səhtin üzərinə eskizimdə nə nəzərdə tutmuşdumsa, o eskizə uyğun mən düzürəm. Yəni o kəsdiyim fiqurları parçamın üzərinə, əsas səhtin üzərinə düzürəm. Düzəndən sonra deyir, bu zaman fiqurların rəng ahəngi olmalıdır. Məsələn, elə mən gülü deyim ən sadəsi. Mən birinci nə etməliyəm? Onu gülü qırmızı parçalarla birləşdirərəm. Yarpaq hissəsi yaşıl, yəni rəng ahənginə fikir verməliyəm düzəndə. Yəni düzgün düzməliyəm, elə fikirləşəm. Sonra bütün bunlardan sonra düzdüm. Düzəndən sonra nə edirəm? Düzüldüyü səht üzərində, bəli, bu rəngarenc olmaya da bilər. Yəni bu diqqət etməli olduğumuz məqamda ardıcıllıq deyil ki, yəni düzəndə sən elə düz ki, uyğun formada yerinə yetir. Düzəndən sonra baxın deyir düzülür, sonra deyir ki, düzüldüyü səht üzərində bərkidilir. İndi bərkitmədən sonra tikmə də etməli idi. Yazılmayıb. Deyir ki, əgər ziqzaq dişli salınırsa, rəngin uyğun seçilir, sap seçilir, əraqətdən istifadə olunur. Yəni, burada ümumi olaraq danışır, hərə tikmir. Sadəcə necə, başlanğıc necə də ondan danışır. Artıq tikilməsin digər hissəmizdə, dərsimizin digər hissəsində biz öyrənəcəyik. Deməli, cümləmizdə nə oldu? Düzülür, düzüldüyü səht üzərində bərkidir. Bax, burada bir-iki açar məqam var. Niyə? Deyir ki, kəsilir, sonra deyir kəsilmiş fiqurlar. Kəsilir sözündən sonra kəsilmiş fiqurlar gəlir. Düzülür, düzülmüş səht üzərində deyir bərkidilir. Görürsünüz? Ən azından orta hissələrdən də biz tapa bilərik. İki ard-arda gələn cümlələrdən də tapa bilərik. Birinci, hər yerdə eskiz var. Birinci eskizi götürəcəm. Sonda, hələ ki, burada hazırlıq görür də. Yəni, mən kəsdim başqa parçadan əsas parçama kəsdiyim fiqurları gətirdim, bərkitdim. Əsas səhtin üzərində bərkitdim. İndi bundan sonra ziqzaq şəkilli tikişlə tikmə mərhələsini bax bu hissədə öyrənəcəyik. Belə. İlkin mərhələləri öyrəndik. 8-9 dənə də mən var. 9 dənə burada sıralama mən görürəm. İndi bilmirəm testdə nə yazmışam. 9 dənə sıralamamız oldu. Bütün bunlardan sonra düzüldüyü səht üzərində bərkidilir. Keçdik digər hissəmizə. Deməli, burada nə deyir? Ziqzaq şəkili tikiş ilə bəs necə edəcək, necə aplikasiya salınacaq?
Biz öyrəndik ki, ziqzaq şəkilli tikiş nədir? Parçanın kənarları, bərkitmə tikişi, yəni bunları bilirik. İndi bu aplikasiyada da biz ziqzaq şəkilli tikiş növündən istifadə edirik. Şəkillərə baxaq. Təsvirin güzgü əks etdirməsi üzrə parça üzərinə köçürülməsi. Görürsünüz, nə ilə olsun bu köçürülüb də. Bu parça üzərinə təsvir köçürülüb. Biz görürük ki, almanın şəkli köçürülüb təsviri, düzdür? İndi burada da biz güzgü əks etmə üsulu dediyimizə görə ardıcıllığımızda, şəklimizdə də onu bizə qeyd olunmuş ki, yəni güzgü əks etdirmə üsulu ilə parça köçürülüb. Sonra digər ikinci şəklimizdə görürük ki, aplikasiya yerinə yetirilir artıq burada. Yəni görürsünüz, elə bir müvəqqəti olaraq nazik ziqzaq şəkilli tikişlə tikilir, sonra kənarları kəsilir, sonra bir dəfə də qalın tikişlə tikilir. Deməli, parçanın konturu boyunca kəsilməsi, qayçı varsa, yəni kəsilməkdə təbii ki. Sonra parçanın düz üzündən tikişin qoyulması. Yəni üst tərəfdən tikiş maşını ilə görürsünüz, tikiş yerinə yetirilir. Bu şəkillərimiz asandır. Əgər deyir aplikasiya ziqzaq şəkilli tikişlə sarınarsa, parçanın rənginə uyğun sapdan istifadə edilir. Bax, bu düşmüşdü imtahana müəllimlər. Bu hissə düşmüşdü. Bunu heç oxumasaq da məntiqlə də tapa bilərik. Yəni hansı ə, sapın mənim parçamın rənginə uyğun olmalıdır. Bu zaman kalka, sadə karandaş, yapışqanlı araqatdan istifadə olunur. Bax, hər dərsin özünün alət və tərtibatları var. İndi mən burada bilirəm ki, köçürtmə edəcəm, şəkili köçürəcəm. Ona görə mənə kalka kağızı mütləq lazımdır. Burada görürsünüz, karandaşla çəkilib. Heç güzgü əks etmə olmasın. İndi güzgü ilə tutub onun şəklini düşəndən sonra çəkiblər də karandaşla. Karandaş lazımdır mənə. Karandaşla şəklini çəkəcəm. Ara qatı niyə lazımdır? Bəs çünki burada mən digər parça materialını, əsas parça materialının üzərinə yapışqanla yapışdıracağam. Ara qatı olan yapışqanla yapışdıracağam, sonra tikəcəm. Ona görə mənə burada yapışqanlı ara qatda lazım olacaq. Elə bir başqa bir parçanı kəsib paltarımızın üzərinə yapışdırırıq. Sonra üstünə yapışqan qalmır axı. Ziqzaq şəkilli tikişlə tikib möhkəmləndirib bərkidirik. Görək ardıcıllığımız necədir? Çox asan, maraqlı ardıcıllıqda imtahana düşmüşdü. Demək olar ki, bu mövzudan dəfələrlə imtahana fərqli hissələrindən sual düşüb. Ona görə məncə sertifikasiyada da sual düşər. Çünki maraqlı mövzudur, geniş mövzudur, həm çətin, həm asan, orta səviyyəli mövzudur. Ardıcıllıq yetərincə içərisində var, niyə də düşməsin? Deməli, alma aplikasiyasının yerinə yetirməsi texnologiyası. Burada görürsünüz, almanın aplikasiyası yerinə yetirirlər ziqzaq şəkilli tikişlə. Köçürmə kağızının və iti yanılmış karandaşın köməyi ilə deməli, şəkli əsas parçanın üzərinə tərs üzünə güzgü əks etdirmə üsulla köçürülür. Cümləni qısaldırıq. Niyə? Mənə lazımdır ki, şəkil, yəni alma şəklini mən köçürdüm. Əsas parçanın üzərinə köçürdüm. Mənə qalsa əsas parçanın üzərinə yox, o kəsib götürəcəyim parçanın üzərinə köçürdərlər. Yəni işimiz yoxdur. Bizə nə lazımdır? Karandaşla şəkli köçürtmək. Şəkili hazırlamalıyam birinci. Köçürtmə kağızı olmalıdır və iti yorulmuş karandaşın köməyi ilə həmin o şəkli əsas parçanın üzərinə güzgü əks etmə üsulu ilə köçürəcəm. Yəni qısası, mənə lazımdır ki, şəklimi əldə edim, karandaşım lazımdır mənə, köçürtmə kağızım lazımdır ki, şəkili köçürə bilim. Aplikasiya parçasının deməli tərs üzünə yapışqanlı ara qat ütü vasitəsilə çəkilir. Baxın, mən bu parçaya aplikasiya, bu əsas parça idi, yəni alma şəkili olan parça. İndi bu alma olan sarı parçamı, qırmızı parçamı yapışdıracağam. Bunu etməzdən də əvvəl mən yapışqanlı ara qatı qoyuram bu qırmızı roz, yəni parçanın üzərinə. Onu ütü ilə çəkirəm ki, yəni burada yapışacaq da, hələ tikməmişdən əvvəl yapışqandan bərkidirəm. Deməli, ikinci mərhələdə biz yapışqanı götürə bilərik, ara qatı götürə bilərik. Ara qat dediyi iki sözdən ibarətdir. Deməli, ara qatı götürdük, ütü vasitəsilə çəkdik. Deyir ki, ara qatı çəkdimsə, ara qat deyir, altda olmaqla əsas parçanın üzərinə sərilir. Buradan nə başa düşdüm? Bu, alma şəkli olan sarı parçaya qoyurlar, onun tərsəsinə, əks tərəfinə də, yəni mən bu yapışdıracağım yerə. Elə bilin ki, bu kağızdır, heç parça fikirləşməyin. Bu sarı kağızı mən hara
kleyini vuraram, yapışkanı vuraram. Bu gördüyümüzə yox, onun arxa tərəfinə mən yapışkanı vurup bu deməli rozov rəngli parçamıza mən rozu deyirəm indi. Xahiş edirəm elə şeyləri səhv tutmayın da. YouTube'da bəzən elə yorumlar görürəm, baş qoşmuram onlara. Biz bura öyrənmək üçün gəlmişik. Rozov olsun, qırmızı olsun, rus sözü olsun, Azərbaycan sözü olsun. Biz bir-birimizi başa düşürüksə, yəni nə mənası var? Yəni başqa bir yerlərə getmək. Biz bunu öyrənmək istəyirik. Bu rozovu, qırmızı rənglərə baxmırıq biz burada. Ay sağ olun müəllimlər. Səhrayba, mən də bayaqdan rozu deyirəm. Deməli, mən nə edirəm? Bu sarı, elə bil ki, kağızdır, heç parça deyil. Bax, bu sarı kağızda olan alma şəklinə, e, bu bura hissəsinə yox da digər üzünə yapışqanı vururam. Bax, bu səhrayı kağıza mən yapışdırıram. Bax, applikasiyanı belə etdim. İndi burada da nə edirlər görək. Deməli, görüm. E, Deyir ki, tərs aplikasiya parçası. O sarı parça mənim aplikasiya parçamdır. Onun tərsəsinə vurmalıyam ki, mən yapışqanı. O getsin əsas parçaya yapışa bilsin. Yəqin görəndə bilirsiniz də nə demək istəyirəm. Tərs üzünə edirik ki, o əsas parçayı mən onu yapışdıracağam. Ütü ilə mən çəkdim araqatı, yapışqanlı araqatı. Ütü ilə mən həmin o aplikasiya parçasını almaya yapışdırdım. Bu parça ara qat altda olmaqla əsas parçanın üzərinə sərilir və kontur xətləri üzrə nişanlanır. Bəli, niyə olmasın ki? Bax, bu almanı, sarı parçanı gətirdim. Yapışqanı da var ha özdə. Yapışqan olan hissəsi parçanın üzərində qoyulmalıdır. Parçanın üzərinə sərilməlidir ki, mən bunu belə sıxım yapışsın ona. Sonra üzərindən tikəcəm. Konturları boyunca nişanlayıram. Baxın, burada konturları boyunca nişanlayıblar almanı. Görürsünüz, bu tikiş maşınından da konturlar boyunca tikəcəm. Geniş danışdım, axırda qısa deyəcək, qısa formada baxacaq. Deməli, yapışdırmışam mən. Onun kontur boyunca nişanlama apardım. Aplikasiya parçası üst tərəfindən tikişə çox yaxın məsafədən kəsilir. Niyə? Çünki bu belə idi də. İndi bu tikilməni göstər, bu heç mən bayaqdan bunu göstərəm sizə, fərqi yoxdur. Deməli, burada görürsünüz, bu kağızdadır, parçadadır. Bunu bütöv götürüblər. İndi bunu nişanladılar. Həmin o nişanladığı konturlar var, ha. Bax, bu olsun. Bu formada kəsib götürürük onu. Bizə kənarlar lazımdır da, alma lazımdır, alma fiquru lazımdır. Deməli, neynədir? E, Kəsilir. Niyə biz burada səhv eləyirik? Çünki mən olsam deyərəm ki, bu almanı ayrı bir yerdə mən hazır kəsim, bunu kimi edib yapışdırım parçaya. Niyə bu qədər əziyyət çəkirəm ki? Ona görə biz testlərdə səhv eləyirik. Sonra məsafədə üstəlik. Deməli, nişanladıq, sərdeyi nişanladıq. Kəsilir, mən səhv oxumuşam onda, kəsilir, yoxdur, üzülürsən. Elə onda deyin, elə səhvlərim onda deyin. Deməli, ara qatı yapışqanını çəkdim, ara qatı aşağıda olsun, parçanın üzərinə sərdim, aşağıda olsun ki, o parçaya yapışsın. Sərirəm, kontur xətləri üzrə nişanlayıram. Nişanlayandan sonra, düz deyir, tikəcəm. Nişanlamışamsa, mən tikiş icra edəcəm. Nişanlayandan sonra, baxa, nişanlayandan sonra xırda ziqzaq şəkilli tikişlə astar tərəfdən təsvirin konturları boyunca tikirəm. Fərqi yoxdur. Yəni xırda ziqzaq şəkilli tikişlə tikirəm. Ondan sonra artıqları kəsir deyəsən. Aplikasiya əsas parçanın üst tərəfindən tikişə çox yaxın məsafədən kəsilir. Və görürsünüz, tikəndən sonra kəsib. Ziqzaq formasını tikiş edəndən sonra kəsilir. Artıqları kəsdim, çıxartdım. Elə bir ki, müvəqqəti olaraq nazik ziqzaq şəkilli tikişlə tikdim. Artıqları kəsdim, çıxartdım. Ondan sonra davamlı olmasını ilə son yəni tikiş yerinə yetirəm qalın. Yəni həmin o ehtiyatla kəsdim, çıxartdıqdan sonra bir dəfə də qalın tikişlə tikirəm. Deməli, üst tərəfdən bunu astar tərəfdən tikmişdim də mən nazik tikişlə. İndi isə üst tərəfdən kontur. Konturdan kənara təbii ki, yəni çıxmamalıyam da. Konturlarından kənara çıxmamaq şərti ilə ziqzaq şəkilli tikişlə tikilir. İndi bunu qısa deyək. Nə götürüləcək testdə biz tapmaq üçün bizə bu bəlkə də bilənlər bildi. Bizə lazımdır ki, testdə necə tapaq.
Yəni asan yolla gedək, neyniyək? Birinci neynirik? Köçürtməliyəm. İti karandaşım, köçürmə kağızı. Bunlar olmalıdır. Şəkilim hazır olmalıdır əlimdə. Köçürürəm şəkili. Sonra yapışqan çəkirəm kimi yadda saxlayaq. Həm də dedim ki, araqat iki sözdür. İkinci sırada araqatdır. Şəkili köçürtdüm, yapışqan çəkməliyəm ki, yapışdıracam harasa. Düzdür? Şəkili çəkmişəm karandaşla, yapışqan çəkmişəm, onu harasa yapışdıracam. Deməli, həmin o yapışqan altda qalmaqla parçanın üzərinə sərirəm. Nişanlayıram ki, yəni haraları tikəcəm, nişanlayıram. Sərəndən sonra nişanlayıram. Nişanlayandan sonra tikirəm. Tikəndən sonra artıqları kəsirəm. Sonra yəni xırda tikişlə tikdim də. Sonra kəsirəm artıqları. Biz həmişə tikiş edəndən sonra emal payını kəsib çıxartmırıq. Yəni kənar hissələri kəsirəm. Kəsəndən sonra bir dəfə də qalın ziqzaq şəkilli tikişlə tikirəm. Ha, bunu səhv etməyin mənimlə. Qısa formada öyrənmək ən gözəlidir. Bu gün bizə bunu öyrənmək, biz bu tikişi etməyəcəyik. Biz onu testdə tapmalıyıq. Ona görə qısa yolla gedək. Ən gözəl odur. Kitabınızda qıraqda yazın. Köçürülür, ara qatı yapışdırılır ya da yapışqan çəkilir yazın, öz dilinizə çevirin. Parçanın üzərinə sərilir, sonra nişanlanır, sonra xırda tikişlə tikilir, artıqlar kəsilir, sonra qalın tikişlə üzərindən gedilir. Bu uzun qəribə cümlələri niyə öz dilimizə çevirməyək ki? Niyə sadələşdirməyək ki? Öz dilimizə çevirmək deyəndə, yəni bunu biz rus dilindən çevirmirik. Yəni biz öz öyrənmə dilimizə çeviririk. Özümüz üçün öyrənmək üsulu tapırıq. Yəni biz bu bəzən olur ki, çətin elmi cümlələri öyrənmək çətin olur da. Biz onu asanlaşdırıb, sadələşdirib məzmunun mənasını başa düşürük. Onsuz onu biz testdə tapacağıq da. Məsələn, araqat dəyişmirik ki biz. Araqat elə araqatdır da. Sadəcə o çətin cümləni biz sadə dildə öyrənirik. Belə, bu ardıcıllıq çox asandır. O biri də asan idi. Bu da asandır. Bir dənə sizdə bu sonuncu ardıcıllığımız bizi yoracaq. Çünki bu onunla eynidir, amma tam eyni deyil. Necə ki, yadınızdadır, biz silindrik detallar hazırladıq, sonra getdik bel üçün hazırladıq, bel üçün dəstək hazırladıq. Orada düzdür, biz silindir formalı detalı hazırlamaq bizim köməyimizə çatırdı. Orada elədiklərimizdən biraz əlavələr var idi. Çünki silindir detaldan mən bel alıram da, belin üzərində bel üçün dəstək alam. Belin dəstəyi başqa formadaydı silindirin. Yəni onun uc hissəsinin, yuxarı hissəsinin edəcəm deyə dəyişik bir mərhələlər gördük. Burada da e, almana yarpaq yapışdırır. Görürsünüz, ikinci detalı var. Sonra burada əvvəli biraz başqadır. Ona baxarıq onunla bunun fərqini. Daha başqa nə var bizdə bura lazım olan? Bu dərsi öyrənməliyik. Çünki bu mövzu önəmli mövzudur, genişdir. Dəfələrlə düşə bilər. Həm də ki, bu mövzuda 4-5 dənə ardıcıllıq var. Bax, ikisini dedik, 4 dənə ardıcıllıq var burada. Baxacaq indi. Burada da yəni bu mərhələdə bizim ardıcıllığımız var. Təhlükəsizliklə üzrlüsən. Deməli, burada bizim şərtlərimiz də var. Buradan çox gözəl bir test hazırlamaq olar. Niyə? Uyğunlaşdırma tipli test. Ya da ki, məsələn, necə ki, sifonun təmirində var idi. Məsələn, qol əyilib onu dəyişmək lazım. Dəyişmirik. Yəni, əyilibsə onu düzəldirik, bərpa edirik, əvvəlki halına qaydırıq. Sıradan çıxıbsa onu dəyişirik. Bu formada, yəni, nə üçün nə etməliyik sualı ola bilər. Məsələn, baxın, əgər aplikasiya bir neçə elementdən ibarətdirsə, nə etməliyik? Məsələn, nöqtə qoyar, uyğunlaşdırma istəyər. Sonra yazar, əgər aplikasiya salmaq üçün nazik parça təsvirdən istifadə ediriksə, nə edirik? Sonra üçüncüdə yazar ki, əgər aplikasiya Krujevadan salınarsa, 3 dənə belə başlıq yazar. Sonra, məsələn, A-da yazar. Üst tərəfdən qalın ziqzaq şəkilli tikişlər bərkidilib. Kujeva sözün yazması tapmayaqdır. Yazı da bilər. Əsas parçaya olduqca yaxın məsafədən kəsirik. Deməli, biz onu uyğunlaşdırmalıyıq da. İstədim sizin üçün hazırlayım, amma çox yormayın mənimləri. Yazmadım, hazırlamadım. Deməli, dedim, şifahi deyərəm, keçərik. Onsuz da biz bunları öyrəndə hansında nə etməliyik, onları öyrənməliyik. Sonra yazar ki, onu böyük ehtiyac sulağıyla kəsirik, ara qatla yapışdırırıq, kontur boyunca tikirik, sonra yenə kəsirik. Orada yuxarıdakı ardıcıllığımızdır, onun qısa forması. Sonra qalın ziqzaq şəkilli tikişlə kəsəndən sonra qalın ziqzaq şəkilli tikişlə tikmək lazımdır. Bax, bunu öyrənsəniz gözəl, qəşəng. Bu ardıcılığı, yuxarıdakı ardıcılığı öyrənmiş olacaqsınız.
Bu onun sadə formasıdır, eynidir. Yəni uyğunlaşdırma ola bilər. Sonra deyir ki, əgər bir neçə elementdəndirsə, ən altdakı hissəni tikilməsi ilə başlaya bilərik. Məsələn, mən bu variantdan elə tez taparam, elə bir uyğunlaşdırma olsa. Yəni, əgər bir neçə detaldan ibarətdirsə, ən altdakı tikilməsinə başlayaram. Yəni, birinci altdakı, sonra ikincini, sonra üçüncünü, sonra dördüncünü, bir neçə dənədirsə. Belə. İndi uyğunlaşdırmadan sonra görək nədir? Bilək ki, uyğunlaşdıra bilər. Ya da ki, tək istəyəcək bizdən, tək-təkində suallarımızda görəcək. Hansı incəliklərə biz baxmalıyıq? Yəni bu tikişi yerinə yetirəndə nələr var? Nələr etməliyik? Nələrlə qarşılaşa bilərik? Əgər applikasiya bir neçə detaldan ibarətdirsə, yəni məsələn bax gül deyə, bax gülün ləçəkləri olur da bir neçə dənə, düzdür? Bir neçə dənə, məsələn hardasa bir 10 dənə ləçək ola bilər də bir dənə gül üçün. Onlar da bir-birinə yapışırıq, heç keçirdirik, yəni üst-üstə yapışdırırıq, ara-ara tək-tək yapışdırmıram ki, mən o ləçəkləri. Deməli, əgər mən bir neçə dənə, məsələn, elə gülün ləçəyində bir neçə dənə detalım varsa, elementim varsa, onları mən üst-üstə keçəcəksə onlar, neynəməliyəm? Birinci, ən birincisini, ən altdakını, ən birincisini tikirəm, sonra ikincini onun üstünə, üçüncünü arda-arda belə davam edirəm. Çox asandır. Yəni bir neçə elementdirsə, ən birincini birləşdirirəm. Ən birincisinin tikilməsindən başlayıram. Bu çox asandır. Əgər applikasiya salmaq üçün mənim parçam nazikdirsə, nazik parça təsvirindən istifadə edirəmsə, məsələn, mən gedib kəsib götürürəm, amma o parça nazikdirsə, mən nə etməliyəm? Çətin olur axı nazik parçanı digər parçaya birləşdirmək. Onu bilirsiniz necə yadda saxlayaq? Biz velur materialda müzüstüklərimiz var bizim. O qalındır, amma tor quruluşlu belə ə, nə dedik ona biz küpür quruluşlu parçamızdan kəsib ona birləşdiririk. Desen kimi də, yəni quruluş veririk. Ondan istifadə edirsə, yəni mənim həmin o kəsdiyim parçam, applikasiya parçam nazik parçadırsa, mən nə edeyim? Nazik parçadırsa. Məsələn, biz nazik parçalardan çox danışmışıq. Məsələn, nazik parçaları tikən zaman onu biz 2 dəfə qatlamaq məsələsi var idi. Büzülürdüsə, əgər tikiş maşında tikmək olmurdusa, büzüşürdüsə, sıxılırdısa, burulurdusa, yığılırdısa, 2 dəfə qatlayırdıq. Bu da kömək etmirsə, lent, yapışqanlı lentdən istifadə edirdik, ya kağızla birlikdə onu tikirdik. 6-cı sinifdə öyrənmişdik. Nazik parçalarda 5 millimetr ara məsafəsi qoyurduq, emal payı qoyurduq. İndi yenə də parçam nazikdir. Nazik parçalar deməli bizə problem yaradır. Nəsə etməliyəm, onu necə gəldi edə bilmərəm. Nəsə bir diqqət yetirməliyəm ki, nələr etməliyəm nazik parçadan. Deməli, harda qaldıq biz? Baxaq görək nə etmişik. Hə, bax müəllimlər, niyə dedim sizə orada mən 5 millimetr emal payı? Onu hamımız bildikdə, yəni nazik olduğuna görə biraz artıq qoyuruq, emal payı qoyuruq. Burada da elə onunla yadda saxlayaq. Orada öyrəndiyimizi yadımıza salaq. Niyə? Deyir ki, onu bir qədər böyük ehtiyat zolağı ilə kəsmək. Orada biz 5 millimetr emal payı qoymuşduq. Burada da biraz artıq kəsirik. Nazik parçadır, biraz onu artıq kəsirik. Böyük ehtiyat emal payı qoyuruq, ehtiyat saxlayırıq olmuşsa. Bir qədər böyük kəsirik. Sonra ara qat ikinci mərhələdədir yenə də. Ara qatla. Məsələn, mən o kəsdiyimi yenə də ara qatla yapışdıram. Yuxarıda olduğu kimi, yuxarıda danışdıqlarımızdır. Sadəcə bu parçam nazikdir mənim. Yəni buna diqqət etməliyəm ki, biraz böyük kəsirəm. Ehtiyat zolağı ilə kəsirəm. Həmin o kəsdiyimi gətirirəm ara qatla, yapışqanlı ara qatla bərkidirəm. Yəqin parçanın üzərinə, yapışdıracağım parçanın üzərinə bərkidirəm. Deməli, birinci bir qədər böyük ehtiyat zolağı ilə kəsdim. Biraz səliqəsiz ola bilər müəllimlər, üzrlü sayın. Deməli, bir qədər ehtiyat zolağı ilə kəsdim. Sonra ara qat 2 sözdən ibarətdir. Belə də yadda saxlaya bilərik. İkinci mərhələmizdədir. Həm də ki, mən kəsmişəmsə yapışdırmaq üçün ona yapışqanla ara qat olmalıdır. Düzdür, yapışqanla ara qatla bərkidirəm. 2. Seçilmiş yeri nişanlamaq. Baxın, əvvəl də ara qatla yapışdırandan sonra konturları boyunca nişanlamışdım. Düzdür? Yəni mən nişanlayıb sonra tikərəm. İndi mən nə edirəm? Yapışdırandan sonra konturları boyunca nişanlayıram. Onu yaxşı öyrənsəm bunu tapacam, bunu yaxşı öyrənsəm onu tapacam. Nişanladım. Nişanlayandan sonra ziqzaq şəkilli tikişlər tikirəm. Yəni məqsədim nədir? Nişanlamaqda tikiş icra edəcəm.
Nişanlayandan sonra tikdim ziqzaq şəkili tikişlə. Tikmək lazımdır. Tikəndən sonra artıq parça zolağımız var bizim. Tikəndən sonra axı böyük ehtiyat zolağı ilə kəsmişdim. Zolaq sözünə baxın elə. Mən onu böyük ehtiyat zolağı ilə kəsmişdim. Həmin o böyük ehtiyat zolağı var ha. Onu nə edirəm? Onu çıxarıram. Tikmişəm artıq. Onu mən çıxarıram. Hər ehtimal qarşı böyük ehtiyat zolağından kəsmişdim ki, nazik parçada tikən zaman burula bilər, yığıla bilər. Deməli, nə edirəm onu? Ə, İstəmirəm mənimlə necə gəldi danışım. Biraz arada düşünürəm. Üzrlü sayın gözlədirəm sizi. Videomuz bəlkə də həcmi böyük olar. Amma bu bizim önəmli mövzumuzdur. Bunu biz öyrənməliyik burada. Müzakirə edək. Mənə qoşulsanız sevinərəm arada. Deməli, həmin o böyük ehtiyat zolağını çıxarıram artıq. Həmin o artıq zolaq qoymuşdum ha. Onu mən çıxarıram. Çalışdığım qədər yaxın kəsirəm ki, səliqəsiz olmasın. Mümkün qədər yaxın kəsib götürürəm. Onu çıxardıram. Yenidən ziqzaq şəkilli, qalın ziqzaq şəkilli tikişlə tikib bərkidirəm. Deməli, mən o artıq olan hissəni kəsdim, götürdüm. İndi bunu öz dilimə çevirəcəm. Tərcümə edəcəm, deyəcəm sizə. Deməli, onu kəsdim, götürdüm. Öz başa düşdüyümü sizə ötürəcəm. Kəsəndən sonra onu yenidən qalın ziqzaq şəkilli tikişlə tikirəm. Nə başa düşdüm burada? Başa düşdüm ki, parça nazikdir. Mən onu kəsdim, başqa bir nazik parçanı kəsib birləşdirəcəyim parçaya ziqzaq şəkillə, tikişlə birləşdirən zaman o parça nazik deyək, mənə problem yaradacaq. Parça burulacaq, e, büzüləcək, sıxılacaq, yığışacaq ya da süzülə bilər. Ya nazik parçadır, ehtiyatlı davranmalıyam, düzdür? Deməli, o parçanı mən biraz böyük kəsirəm. Yəni o həmin o nazik parçanı götürəcəyim nazik aplikasiya parçasını biraz böyük kəsirəm. Ehtiyat zolağı ilə kəsirəm. Mən emal payı qoyuram da. Sonra o kəsdiyimi əsas parçanın üzərinə yapışdırıram. Ara qatına yapışdırıb bərkidirəm o parçanı, bərkidirəm. Ondan sonra mənə lazım olan hissələri nişanlayıram. Yəni mən artıq kəsmişəm, amma necə edəcəmsə həmin hissələri nişanlayıram, tikəcəyimi nişanlayıram konturları. Həmin o nişanladığımı da tikirəm. Ziqzaq şəkili tikişinə tikirəm. Yuxarıda xırda ziqzaq şəkili tikişidir. Burada yazılmayıb. Fərqi yoxdur. Ziqzaq şəkili tikişinə tikirəm. Və tikdim ücə, arxain oldum. Mənim parçam bir maneçilik törətməz. Artıq hazırdır. Bərkitmişəm, tikiş etmişəm. Həmin o ehtiyat zolağı kəsmişdimi, biraz artıq kəsmişdimi, mən onu böyük. Onu mən kəsib çıxartmalıyam oradan. Düzdür? Yəni həmin o artıq parçamı kəsib çıxarıram. Elə etməliyəm ki, mümkün qədər yaxın məsafədə kəsim ki, görünməsin də bilinməsin. Axı biraz artıq kəsim etmişdim. Kəsib onu çıxardırıq. Bircə dəqiqə mənimlə üzürlüsən. Bəli, davam edirəm müəllimlər. Hə, nə dedi? Həmin o artıq hissəni kəsib götürürəm. Kəsib götürəndən sonra yenidən onu qalın ziqzaq şəkildə tikişlə tikirəm. Belə. Bu bizim nazik parçada nə edəcəyik, necə aplikasiya edəcəyik, necə e, ziqzaq şəkildə tikiş edəcəyik, onu bildik, öyrəndik. Bəs deyir, əgər krujevadan salınarsa nə edərik? Krujevadan salınarsa onu dantelçim də yata saxladı. İndi baxarıq Krujeva nə olduğuna yenə də baxarıq. Deməli. Onu deyir üst tərəfdən qalın ziqzaq şəkildə tikişlə birləşdirib. Bax, burasını biz bilirik. Krujeva bilirsiniz nə deməlidir? Yəni indi araşdırdıq, ekranda gördük, yenə də paylaşacağım sizin üçün. Deməli biz nə edirik? Gəlin paltarlarımızda görmüşük ki, gəlinliklərimizdə görmüşük ki, dantellər olur da, məsələn, krujeva yəni qeyd olundu. Həmin onları biz birləşdiririk. Yəni parçaya, sadə bir parçaya həmin o krujevanı birləşdiririk. Bunu birləşdirmək üçün də mən onu üst tərəfdən edirəm. Elə parçanın üstündən edirəm, üst tərəfindən. Etibarlı olsun deyə elə yadda saxlayın ki, qalın ziqzaq şəkilli tikişlə birləşdirirəm. Onu birləşdirəndən sonra krujevanın altındakı əsas parçanı tikişə yaxın deməli, tikiş xəttinə olduqca yaxın məsafədən kəsib götürürəm. Bunu belə də başa düşə bilər ki, deməli, heç paltar kimi fikirləşmə, 2 dənə parçadır. Krujeva, bax, müəlliməmiz qeyd etdi ki, sadə paltarlar üçün əlavə olaraq, məsələn, yaxalar üçün, qollar üçün krujevalar olur. O krujevaları hazırlayırmış kimi düşünək. Məsələn, bir dənə parçadır, bir də krujevadır.
Kojeva kimi istifadə etmişəm. Onu götürürəm, parçaya yapışdırıram. Axı parçam Kojevamla eyni deyil axı mənim. Parçam düz bucaqlıdır. Bir dənə başa düşdüyüm formada bura çəkim. Baxın, bu mənim düz bucaqlı parçamdır. Normal yəni parçadır. Parçadır. Kurjevanı da özüm çəkəcəm cuaçı. Kurjeva da cuaçı buradadır. Baxaq. Baxın, bu elə bir olsun Kurjeva. Bu düz bucaqdan yana çıxaq. Baxın mənimlə. Özüm bu iki cümlədən bunu başa düşdüm. Bəlkə də səhv olar, təki biz öyrənək. Bu parçadır. Parçam da çox gözəl, ürək açan rəngdədir. Olsun çəhrayı rəngimiz. Baxın. Hələ ki parçamızı çəkim bir dənə. Baxın, bu olsun parça. Düzdür. O kurjevanı bu parçaya birləşdirəcəm. Bu da olsun bizim dantelimizdə, yəni kurjeva deyək. Kurjevamız necə olsun? Məsələn, belə bir naxışlar olsun, gül olsun. Yəni, oxşatmasam da mənlər çəkməyə çalışıram. Cuaçı gül çəkdi. Dantelimiz. Biraz səliqəsiz oldu üzülü sayın. Cuada yəni belə bir şey var. Belə, bu mənim gülüm. Kurjevam. Bunu bura çəkməkdə məqsədim nədir? Mən bu biraz səliqəsiz üçün çox üzr istəyirəm. Bax bunu, bu kurjevanı gətirib güya qoyacağam bunun üzərinə. Bax bu kurjeva burada olacaq. Bu gül. Görün burada nəsə bir naxış bəzək tapa bilərəmmi? Bunu silim indi sizin üçün gözəl bir. Baxın. Hə. Deməli bu olacaq mənim. Tutalım ki kurjevam bax bu formada olsun. Düzdür? Biraz vaxtınızı alıram bilirəm amma bu iki cümləni sizə göstərmək istəyirəm ki nə deyirəm. Bunlar bir-birinə birləşmədi. Tutalım da yəni bu kurjeva. Bunlar elə bir şey mənim kurjevamdır. Düzdür müəllimlər? Bax bunu gətirdim, yerləşdirdim bu parçaya. Bunlar sanki bitişiblər də bir-birinə mənim. Deməli, bax bu kurjevanı buradakını götürdüm bu parçama birləşdirdim. Nə demək istəyirəm sizə? Baxın, əgər deyir kurjevadan salınırsa onu üst tərəfdən qalın ziqzaq şəkilli tikişlər. Bax bunu bura birləşdirdim. İndi mən onu ziqzaq şəkilli tikişlə tikirəm. Deməli bunu məsələn bu hissələri mən ziqzaq şəkilli tikişlə tikirəm. Qoy rəngi dəyişim görünsün. Tutalım ki bu hissələrdə ziqzaq şəkilli tikişlə tikmişəm. Düzdür? İndi nə etməliyəm? Kurjeva budur. Kurjevanın altında bu parça var ha. Bunu bu tikdiyim yerlərə əsasən kəsib çıxardıram. O parça elə bir şey birləşdirirəm də. Yəni kurjevam qalın orada. Yəni bu parçaya bunu birləşdirdim. Kurjevanın altında həmin o parçam olur. Parçanın da artıqlarını kəsib götürürəm. İndi çox xahiş edirəm, görün mənim bu əziyyətimin bir dəyəri oldumu? Bu iki cümləni oxuyun. O şəkildə nə ötürmək istədiyim, nə demək istədiyim, başa düşdüyümü, düşmədiyimi, ən azından öz fikrimi, öz başa düşdüyüm fikri sizə ötürə bildimmi? Aynur müəllimə nə demək istəyirəm mən? Bu iki cümlədən nə demək istədim mən? Buyurun. Aynur müəllimə buradadır. Aynur müəllimə səs açın. Yəni müəllimə, burada Burada yazıb yəni ki, ki, müəllimə, biraz burada biz üzr istəyirəm. aplikasiya kimi Kurjevadan istifadə Bəli, bax edirik. o kurjevanı götürdüm. Yəni, bəli. Üst tərəfdən mən onu Orada birləşdirdim. yazılıb Əsas ki, parçaya. aplikasiya kimi Kurjevadan istifadə olunur. Onda Kurjevanı götürüb əsas parça üzərinə tikirik. Sonra əsas parçada artıq hissələri kəsib götürürük. Aysa, bəli. İndi biz yuxarılarda da, yəni biz ziqzaq şəkili tikiş etdik, qalın ziqzaq şəkili tikiş edəndən sonra elə nazik parçada da ən sonda biz artıq hissəni kəsib götürmüşdük. Burada da eyni qaydada Bəli. yaxın məsafədən kəsib götürürük.
O şəkili sizə çəkməmin səbəbi odur ki, indi bax ekranda bir dənə paylaşım Kurjevanı. Baxın məmlər Kurjeva yazdıq. Baxın nələr gəldi. Dantel, elə bir türklərin dantel dedi. Yəni bizdə də Kurjevadır. Bəli. Deməli, bax bu qalın görürsüz burada görürük ki, bu Kurjeva tək deyil də, iki qatdır sanki. Və mən sizə onu demək istirdim. Məsələn, elə bilin ki, bunu iki qat olduğunu sanki düşünək. Yəni bunun altında bir parça var. Bu tək deyilmiş. Bax görürsüz, e, bu tordan seçilir də, yəni nazik deyil bu. Parçanın üzərinə birləşdirmişik, sonra onu e, bu formada kəsib götürmüşük. Onu demək istəyirəm sizə. Baxın bunu. Yəni bu gül formasını aldığım parçadan gətirdim, onu yerləşdirdim digər parçanın üzərinə. Sonra ikisini birdən dikdim. Artıqları da kəsdim və bu qalın bir kurjev aldım. Onu demək istirdim sizə şəkildə. Baxın. Əla, kurjevanın nə olduğunu gördük, bildik. Yəni çətin deyil. Yəni bu aplikasiyada kurjevadan istifadə olunur. Niyə? Çünki sadə gəlinliklərin üzərində e, yəni istifadə olunur. Bunu da bilirik, görmüşük. Baxın, deməli, bunu da demək istirdim sizə. Əla. Yəni ehtiyac yoxdur çox da dərinə getməyə. Kujeva nə olduğunu da bildik. Artıq səhv etmərik. Baxın, görürsünüz necə qalındır bu. Bir dənə deyil də, iki dənə üst-üstədir. Onu sizə demək istəyirəm ki, yəni e, kəsdirmişik, parçanın üzərinə köçürmüşük, sonra həmin tikəndən sonra təzədən onu e, altdakı olan parçanı kəsib götürürük artıqları. Yaxşı. İndi isə müəllimlər alma aplikasiyasının ziqzaq şəkilli tikişlə parça üzərinə salınmasına baxırıq. Mən belə başa düşürəm ki, orada yəqin bəlkə də boş alma aplikasiya bunu hazırlayırlar, əldə edirlər. Ondan sonra parçanın üzərinə. Bu biraz qarışıq gəldi, amma eybi yoxdur. Burada bir dənə əlavə odur ki, müəllimlər, burada almanca yarpağını da edirlər, yarpaq da yapışdırırlar ona. Deməli, yenə də iti yonulmuş karandaş məsələsi birinci yerdədir. Orada öyrəndiyimiz kimi. İti yonulmuş sadə karandaş ilə aplikasiya üçün təsvirimiz şəffaf kağızımızla əsas parçamızın üzərinə güzgü yox, şəffaf kağızın üzülsən. Deməli, iti yonulmuş karandaşımız ilə aplikasiya üçün təsviri şəffaf kağıza köçürürük. Elə bilin ki, müəllimlər, oradakı bir dənə uzun cümləni burada iki hissəyə bölüblər. Eyni şeydir, ya. Yadınızdadır, biz sizinlə bilin hazırlayırdıq, maxara hazırlayırdıq. Orada elə bir ki, deyəsən bilində yumurta, toz, şəkər, bunları qarışdırırdılar bir yerdə. Amma maxarada isə yumurta ilə şəkəri deməli yumurta ilə şəkəri qarışdırandan sonra yumurtanı tək qarışdırandan sonra şəkərlə bir yerdə qarışdırdılar. Elə bir onun kimidir. Bax burada güzgüdür, iti olmuş karandaşdır. Bunlar ikisi də eyni yerdədir. Yəni birinci karandaşın köməyi ilə şəkli əsas parçanın üzərinə güzgü ilə köçürdülər. Amma burada onu xırdalığa bölüblər. Biraz da bir cümlədə iki cümlə oradan çıxarıblar da müəllimlər. Deməli, iti yonulmuş karandaş ilə aplikasiya üçün təsvirin şəffaf kağıza birinci köçürüblər. Kağızda ən gözəli elə budur da, ən doğrusu. Sonra kağızdan sonra parçanın üzərinə güzgü üsulu ilə köçürmə karandaşı kağızı ilə köçürdüblər. Yəni burada nə nəticə gəlir? Birinci mən aplikasiya yəni təsvirimi kağızda çəkirəm. Kağızdan karandaşımla kağızda çəkəndən sonra karandaşla mən parçaya edə bilmərəm. Kağızda karandaşla çəkəndən sonra mən həmin o təsvirimi parçamın üzərinə köçürtmə kağızı ilə cüzüyə əks etmə üsulu ilə köçürürəm. Yəni də sadə karandaşdır, eybi yoxdur, fərqi yoxdur, yəni eyni şeydir. Məncə aydın oldu. Bunu heç vaxt səhv etmərik. Kağızda birinci şəffaf kağıza mən şəkili köçürdürəm. Həmin sonra şəffaf kağızı da köçürdürəm parçaya. Qısaldırıq. Sonra mən artıq hazırdırsa mənim şəklim, təsvirim, mən yenə də ara qatınan həmin o alma aplikasiyasını detalın tərs üzünə ütü ilə yapışdırıram. Yenə də ara qat altda olmaq şərti ilə əsas parçanın üzərinə qoyuram kontur xətlərini. Kontur xətləri burada qısa yazıb da. Kontur xətləri çəkilmək qeyd olunmayıbdır. Kontur xətlərin üzərinə qoyun və kökləyin. Kökləyəndən sonra yenə də həmin o kontur xətləri var burada. Kontur xətlərinin boyunca da tərs üzündən ziqzaq şəkilli tikiş qoyuram.
Kontur xətlərin üzərində yenə də tikiş apardım. Alma aplikasiyasını deyir. Aplikasiya parçanın üst tərəfindən tikişə yaxın hissədən kəsin. Baxın, yenə də tikəndən sonra kəsirəm. Kəsəndən sonra yenə də konturları boyunca üst tərəfdən, o tərs üzündən etmişdik bunu. İndi isə üst tərəfdən biz onu qalın ziqzaq şəkilli tikişlə tikirik. Keçirik nəyə? Onun yarpaq hissəsinə. Deyir ki, 3 və 7-ci bəndləri üzrə. 3-cü bənddə nə idi? Yapışqanlı araqat alma aplikasiyanın tərs üzünə ütü ilə yapışdırırdıq. İndi burada yarpaq olacaq da, yarpağın. 7-də nə deyir? Üst tərəfdən təsvirin konturları boyunca qalın ziqzaq şəkilli tikişlə tikin. Deməli, mən nə edirəm? Yenə də keçirəm nəyə? Yarpaq hissəsinə, ikinci detalıma. Almanı yapışdırandan sonra qalın ziqzaq şəkilli tikişdə yuxarıda gördükdə mərhələ bitdi, ardıcıllıq bitdi. Keçirəm digər hissəsinə, ikinci detalıma, yəni yarpaq hissəsinə. Alma aplikasiyasının ikinci detalını kəsin və tikin. Bax, burada qısa yazıblar. Sadəcə yarpağı kəsirəm, tikirəm. Sonda alınan hazır aplikasiyanı son olaraq ütüləyirəm. Ütüləmə sözü sonda olacaq. Yəni sonda hazır aplikasiyanı ütüləyirəm. Bu da asandır. Yəni aplikasiya hazırdırsa, alınan aplikasiya ütüləyir. Ütüləmə məsələsi də sondadır. Belə də yadda saxlaya bilərik ki, biz özümüz məsələn parçadan paltar tikdirən zaman dərzi paltar tikəndən sonra axırda bizə onu ütüləyib verir. Bu da belə müəllimlər. Biraz burada tez-tez danışdım, amma bilirəm ki, yuxarılarda yaxşı dedik, danışdıq, öyrəndik. Burada təkrar oldu deyə, həm də vaxtımız çox getdi deyə biraz tez-tez danışdım. Keçək testlərimizə. Belə müəllimlər, keçid etdik testlərimizə. Deməli, biz burada nə görürük? Ekranı paylaşıram sizlər üçün. Nazik parça təsvirindən aplikasiyanın salınma ardıcıllığını müəyyən edirik. Yəni, təsvirimiz nazik parça idi. Az öncə danışdıqlarımızı testdə tətbiq edirik. Buyurun, müəllimələr. Ekranı dayandırıram ki, sualımızın cavabını tapmaq üçün videomuzda uzun olmasın. Dayandıraq, tapaq cavabımızı. Belə müəllimələr, gəlin baxaq. Kim cavabından əmindirsə, buyuraq. Köməklik göstərəcəm, birlikdə tapacaq cavabımızı. Deməli, birinci nə edirik müəllimələr? Axı nazik parça idi. Yadınızdadır, biz nazik parçalarda 5 mm emal payı qoyurduq. Mən indi burada özümə ehtiyat zolağı olmalıdır. Düzdür, artıq qoymalıyam biraz. Parçamızdan ehtiyat zolağı məsafəm olmalıdır mənim. Deməli, nə edirəm müəllimələr? Kim səs açıb deyə bilər? Kim yazdı sualımızın cavabını? Müəllimə, bir qədər deməli biz tikişimə yaxın yerdə məsafədən çıxar. 3 ilə başlamalıyıq da birinci. Bir qədər böyük Hələ ehtiyac. heç nə eləmədən kəsdim, çıxartdım. Yox, 2 ilə yox. başlayıram. 2. 2 ilə təsviri bir qədər böyük ehtiyac açdımı? Onu elə oxuyub 3-ü dedim, hə. Heç də Ehtiyac olmaz. zolağı. Yaxşı, səsləri Bir bağlayaq, qədər xahiş böyük. edirəm. Rani müəllimə, bəli, mən onu biraz nazik olduğuna görə parçam. Biraz onu böyük kəsdim. Yəni biraz artıq Bəli. kəsdim. Ehtiyat zolağı ilə Böyük kəsmişəm kəsdim. onu. Sonra müəllimə deməli eləyirik. Sonra onu yapışqanla ara qatı ilə bərkidilir. Əla, bax, heç bilməsəm də araqat ikinci yerdə də götürərəm, amma yenə də kəsmişəmsə Bəli. kəsdiyimi Kəsmişəm. yapışdırmalıyam. Bəli, araqatla mən onu yapışdırıram. Hanı araqat? Ara qatımız müəllimə 4-dədir. 4-də diqqətli olun. Bir dənə ekrana yaxınlaşdırırsan. 4-də müəllimə, bəli. Görürəm. Biraz yuxarı həbbə belə ayısı olub, yaxşıdır. Belə. Deməli Sonra onu 4 araqatla yapışdırdım. Yapışdırandan sonra nə edirəm? Seçilmiş yer nişanlanır. 1. Mən yapışdırmışamsa nişanlayacağam. Seçdiyimiz yeri Nişanlayacağım. nişanlayırıq. Bəli. Əla, nişanlayıram ki, mən haraları tikəcəm, nişanlayıram. Nişanlayandan sonra Sonra müəllimə kontur boyunca ziqzaq şəkilli tikişlərlə tikilir. deməli, burada Nişanlamışıqsa, nazik bir sonra bəli, kontur bax, kontur boyu nişanlamamışam. Nişanlamaq kontur boyu olurdu onsuz da, bəli. bəli, bəli, onu Həmin o yazmamışsınız. O da ki, nişanladığım zaman, seçilmiş yer nişanlanır. bəli, Bəli. konturu boyunca mən onu tikirəm. Düz Bəli. ziqzaq şəkilli tikişlə tikirəm. Tikəndən sonra nə edirəm? Sonra müəllimə deməli artıq parça zolağını tikişə mümkün qədər yaxın məsafədən kəsib çıxardırıq. Bəli, mən 3. artıq emal payı qoymuşdum. İndi tikəndən sonra Bəli. kəsib götürürəm. Deməli 3 kəsib 3 gəlir, götürürəm. Həmin bəli. artığı. Düzdür. Sonra axırda da 6 gəlir. Qalın ziqzaq şəkilli tikişlə tikmək lazımdır. Ən axırda qalın ziqzaq şəkilli tikişlə tikmək lazımdır. Təbii ki, bəli. Baxaq Deməli görək. sualımızın cavabı Ən olacaq. axırımız qalın ziqzaq şəkilli B tikiş. variantı, Axır bəli. B variantı. 24
15, 36. Doğru, düz idi, amma yenə də istədim baxaq. Doğrudur, mənim tamamilə doğrudur. Bəli. Deməli, müəllimlər, keçirik digər sualımıza. Alma aplikasiyasının yerinə yetirilməsi texnologiyasını təyin edirik. Ekranı dayandırıram. Videomuzun həcmi geniş olmasın. Donmuş karandaşla çəkəcəyik. Bəli, birinci, yəni 2 ilə yazıyor. iti yonulmuş ona görə Hə, yazır. Yəni sonra çəkmək 4'ü. rahat olsun da. Bəli, karandaşı götürürəm. Bəli, dilgə effektindən çəkilmək, götürülmək 2. Sonra 4. Bu parçada ara adda olmaqla əsas parçanın Xeyr, üzərində. xeyr, Yox, bu xeyr. 4'tür. Parça üst tərəfindən kontrol yox, bu deyil. Xırda zigzaqlı dikiş burada deyil. Aplikasiya parça üst tərəfindən dikişə yaxın məsafədə kəsilir. Burada deyil, parça aplikasiya parçanın tərs tərəfinə müəllim 6, Bəli, 2, mən 6. yapışqanla ara qat çəkirəm. Ara Bəli. qat iki sözdən ibarət edir. İkinci Bəli, yerdə ara gəlir. qat ikinci gəlirdi. 2, Bəli. 6. Dəki, Sonra ütüləmə qat çəkirəm. gəlirdi. Belə deyək. Hə, sonra ütüləmə gəldi. Elə yadımda qalıb. O ütü ilə yapışdırdı da, ara qat ütü ilə yapışdırdı. Bu Hə, heç. ara qat ütüylə yapışdırdı. O heç. Sonra kəsmə işi gəlirdi. Niyə kəsirdi bu? Yapışdırıb niyə kəsirdi? Parçanın üzərinə sərirdik. Hə, zigzag Bəli, şəkli kilesi var ya gəlir. bunun. Yapışqanı var. O Bəli. yapışdırmaq üçün ona yapışqan vurmuşam. Mən elə belə vurmamışam ona yapışqanı. Yapışdırmalıyam o birisi partiyaya. Hanı partiya? 4 gəlir. 4. 4. Hə, Parçanın üzərinə səririk. Bu parça qatı altda olmaqla əsas Ara parçanın qatı- üzərində sərilir. Ara qatı mən ütü ilə Dörd. çəkmişəm. İndi o ara qat altda qalmalı ki, partiya o biri partiyaya yapışsın. Kağıza kile Aha. durub altda qalmır, yapışdırdığımız partiyaya dəymir kile. Onun kimi. Aha. Deməli, mən nə edirəm? 4. Ara qat sözündən sonra yenə ara qatı götürürəm. Ara qat altda qalmaqla əsas yapışdıracağım parçanın üzərinə sərilir. 4. Sərəndən sonra nə edirəm? Hər şey hazırdır. Yapışqanı vurmuşam, yapışdırmışam. Nə edəcəm? Mən tikəcəm. Sonra kəsmə işi olmalıdır məncə. Niyə kəsirəm? O yazığı tikməmişəm. Mən niyə kəsirəm? Hə, sancaqlayıram, Zigzag sonra şəkilli tikirəm tikirlər. müəllimə. Sancaqlayıram, sonra tikirəm. Yo, yapışdırıb Elə- ütüləmişik, sonra zigzag şəkilli tikişlə astar tərəfdən təsviri kontur boyunca tikilir. Üçgən. Bəli, xırda Nişanlanma sonra tikişlə. tikilir. Xırda tikişlə. Nişanlanma. Bəli. Nişanlanmır müəllimə birinci kontur xəttə Nişanlayır, üzərində. nişanlayır. Karandaşla nişanlamışıq. Hə, bax, Sonra nişanlamamış mən yapışdırmışıq. tikə bilmərəm, nişanlayım ki, o nişan düzdür. Bax, bir danışıq, biz bildiyimizi itiririk. Deməli, nə edirəm? Nişanlamalıyam ki, sonra mən onu tikəcəm həmin 7 kontur gəlir, boyunca. sonra 7 gəlir. 7 nişanlayır. Nişanlayandan sonra Aha, kontur aha. tikişləri Sonra tikirəm. xırda zigzag tikişdən tikirəm. Bəli, xırda tikişlə edirəm. Hələ bərkitmə deyil, son mərhələ deyil deyə xırda ziqzaq şəkildə tikişlə tikirəm. Və sonra nə edirəm? Ondan sonra bəli, artıq tikmişəm. İndi kəsirəm. Hə, sonra Artıqları kəsib kəsmə. götürürəm. Artıqları kəsirəm. Axırda kəsir, hardadır kəsilir sözü? Baxaq, Deməli, kəsmə, bitməz. Nişanlayıram. Birdir müəllimə, bir. bəli, Bir. kəsilir. Doğrudur. Kəsəndən sonra nə edirəm? Bir dəfədə qalın ziqzaq şəkilli tikişlə tikirəm, düzdür? Tikirəm. Hanı qalıb? Bəli. Baxın görün nə qalıb. 2 var, 5-dən başqa hamısı var. 5-ə baxın, 5-də nə yazır? Beş. Üst tərəfdən. İndi ona tərs tərəfindən etmişdim axı. Burada baxın, tərs üzündən yazmışdı. İndi isə üst Və tərəfindən. üst tərəfindən. Bəli, Bəli, üst üst tərəfindən tərəfindən. tikirəm. Hə. Qalın zigzag tikişlə tikirəm. Hə, birinci Bir də- xırda ziqzaq, ən axırda qalın ziqzaq şəkilli tikişlə tikəcəm. Əla. Deməli cavabımız 264, 315. 264, 315. 7-ni demədin, Avardan. bilirsən. 264, 73, 15. Əla, doğrudur. Keçirik digər ardıcıllıq mərhələmizə. Aynur müəllimə, buyurun. Demək burada müəllimə ilk öncə eskiz Ümumi hazırlanır, bir olan. aplikasiyadan danışırıq. Aplikasiyanı necə edəcəyik, ümumi öyrənirik hələ. Hələ heç nə demirik. Yəni necə edəcəyik, onun haqqında danışırıq. Bəli. Birinci nə etməliyəm? Birinci eskiz hazırlamalıyıq. Təbii ki, ilk öncə mənim eskizim olmalıdır əlimdə. Tək Bəli. burada yox, hər yerdə birinci eskiz qurulur. Əla. Bəli. Sonra ülgülər işlənməlidir. Detalların ülgüləri Bəli, çünki işlənilir. mən 5. parçada ülgüdən istifadə edirəm axı. Ülgünün əsasında bitmə aparacam. Detalın, yəni hansı detal olacaqsa, o detalın ülgüsünü hazırlayıram, işlənir. Ülgülər işlənir. Yəni hazırlanır.
Bəli. Sonra səhv eləmirəmsə 2 gəlməlidir. Ülgülər parçanın üzərinə düzülür. Bəli, mən o hazırladım, ülgüləri kəsdim, götürdüm. O kəsdiyim ülgüləri düzürəm, parçama düzürəm. Parçanın üzərinə. Daha sonra nişanlanıb kəsilməlidir. Niyə nişanlayır? Axı mən onu sancaqlamamışam, düzmüşəm elə belə. Elə bir ki, 2 dənə parçadır, bir dənə parçadan fiqurlar kəsmişəm, o biri parçanın üzərinə düzmüşəm, çünki onu tikəcəm o parçaya. Nə etməliyim? Onu sancaqlamalıyım ki, orada sabit qalsın. Dərk Sancaqlayıb edilir. Dərk edilir. Düzüldüyü əsas düzülür, düzüləndən sonra nə olur? Düzüldü. sancaqla möhkəmləndirilir. Bəlkə 5-dir. Bəlkə 8 nəsə şey səhv getdi. Deməli, nə elədik biz baxaq. Birinci Müəllimə sancaqlanmadan sonra kağızın ülgüləri kənarı boyunca kəsilir, 6 gəlir. bəli, bax düzüləndən sonra düzüldüyü səthi üzrə bərkidiləcək. 2-dən sonra 8 gəlməli. Biz nəyisə səhv getdik. Aynur müəllimə, buyurun. Deməli biz Bəli. nədə əslində səhv getməmişik. Deməli birinci nə elədik? Eskizimizi hazırladıq. Sonra Bəli. biz Daha nə etdik? sonra ülgülərini Ülgülər. işlədik. Ülgülər də hazırdır. Nə edirəm? O ülgüləri götürüb nə Sonra edirəm? parçanın üzərinə düzürük. Bəli, ülgünü düzdüm parçama. Bəli. Düzmüşəmsə Sonra ülgü orada qalmayacaq. sancaqlarla Bəli, möhkəmləndiririk. ülgünü mən bərkitməliyəm. Möhkəmləndirirəm sancaqla. Ülgünü düzməklə iş olmaz axı. Ülgünü mən möhkəmləndirirəm sancaqla. Sonra əgər biz demişdik ki, əgər hissələr böyükdürsə, onu parçanın üzərinə kökləyirik. Yəni 3 gələcək. Parçanın Bəli, üzərinə əgər sözü kökləməyir. yoxdur deyə heç Bəli. bizi səhv etmişdi, amma heç onu da deməyək. Məsələn, mən sancaqlayandan sonra kökləyərəm. Yəni sancaqladım, sonra Bəli. tikərəm də kökləyərəm. Müvəqqəti Bəli. kökləmə aparıram. Köklənir 3. Sonra kəsilir. Kağız ülgünün Kökləmişəmsə, kənarı boyunca niyə kəsildi? kəsilir. Hə, deməli kökləmişəmsə, düzmüşəm də, yəni parçanın üzərinə düzmüşəm. Bəli. Düzəndən sonra düzüldüyü səth üzərində bərkidilir bəs. Bəli, mənim. Hələ mən aplikasiya parçasından kəsib götürəcəm bu eski ülgünü. Parçamı kəsib götürüb gətirib o biri parçanın üzərinə birləşdirəcəm. Əla. Deməli köklədik. Altı. Kökləndən sonra kəsirik. Çünki başqa bir parçadan kəsib götürməliyəm axı. Həmin o Bəli. ülgünün kənarı boyu kəsirəm. 6 düzdür. Sonra kəsilmiş sözü gəlir. Fiqurlar Kəsilir, səsləndirilmiş. kəsdiyim fiqur. Bəli, yəni mən fiqur almaq üçün Yedi. kəsdim də onu. Kəsdiyim fiqur 7. Daha sonra Götürdüm. səs. Onu əsas birləşdirəcəyim, yapışdıracağım parçanın üzərinə düzürəm yenə də. Əla. Düzürəm ki, əsas parçanın üzərinə. İndi onu axırda tikəcəm deyə o düzdüyümün də üzərində mən onu bərkitməliyəm. Baxın, deyir düzülür. Sonra deyir ki, düzüldüyü səth üzərində neyinir? Bərkidilir. Yəni düzülürlə bitir cümlə, düzüldüyü səth üzərində bərkidilir. Belə yəni mən o kəsdiyim digər parçadan əsas parçanın üzərinə düzdüm. Onu da düzdüyüm kimi qalmayacaq da, onu tikə bilmərəm. Mən onu bərkitməliyəm, möhkəmləndirməliyəm. Düzüldüyü səth üzərində möhkəmləndirir. Belə müəllimlər, bu mövzumuzla bağlı tərtib etdim. Ardıcılıqlar sualları bitdi. Keçid edirik mövzumuzun testlərinə. Şəkil baxım görüm Telegramda varmı bununla bağlı? Bəli, müəllimə. Buyurun. Dekorativ, bəli. Buyurun. Dekorativ tətbiq sənədinin geniş yayılmış növü aplikasiyadır, C bəndi. Bəli, doğrudur. Deməli deyir, aplikasiya nədir? Hər hansı bir materialdan kəsilmiş hissənin müəyyən bir səth üzərində yapışdırılması vasitəsilə yapışdırılmış bədii təsvirdir, B bəndi. Bəli, yəni nəyisə Yapışdırmaqdan burada söhbət kəsib, gedir. Bəli, bəli, hansısa bir müəyyən bir səthə kəsdiyimizi yapışdırırıq, düzdür. yapışdırmadan gedir, bəli. Aplikasiya latınca nə deməkdir? Tətbiq etmək deməkdir. Bəli, D doğrudur. bəndi. Parça aplikasiyası üçün hansı parçadan istifadə edilə bilər? Təbii və sintetik parçadan. Niyə Sonra müəllimə təbii, niyə orada süni olmadı? o da təbii və sintetik parçadan söhbət Necə gedir də. yadda saxlamışdıq? Düzdür, orada yazılmışdı, amma necə yadda saxlamışdıq? Təbii, t, Bir sintetik, t, çekin təsdiq t. etmək t. Bəli, Bəli, üç tığlardan. Məsələn, bax, süni sintetik götürmürük. Sündə t hərfi yoxdur. Yoxdur, yox. Kimyəvidə Kimyəvidə t də yoxdur. yoxdur. Əla. 2 dənə t ilə yadda saxlamışıq. T, Təbii, sintetik, t, t. sintetik, t, bəli, müəllimə. Bu biz
bizim yapışqanlarımızda da var idi demişdi. Həm də demişdi ki, bu dərs onsuz da yapışqanla əlaqəlidir. Yapışdırıram mən burada. Sanki yapışqanın növlərindən buradakı parçalarımızın növləri elə bir oxşardı deyirik. Oxşardır. Bəli. Sonra Aplikasiyadan harda istifadə edilir? Paltarın, divar panolarının, məişət əşyalarının bəzədilməsində deyibəndi. doğrudur, bəli, doğrudur. Sonra müəllimə, aplikasiya elementlərinin sayına görə hansı növləri var? Hə, burada biz demişdik, sadə və mürəkkəb növ var. Bəli, sayına görə azdırsa sadə, çoxdursa Saat çoxdursa mürəkkəb mürəkkəb, düzdür. deyibəndi. Aplikasiya elementlərinə nəyə uyğun biçilir? Hə, burada demişdik ki, ülgü və qəlblə, ülgü və qəlb Yəni deyibəndi. ürək və qəlb Ürək, bilirəm qəlb, demək hə, istəyirsiniz. Bəli, bəli, ülgü sözü bəli. ürək sözünə Ürək, bənzəyir. qəlb də elə ürəkdir yenə də. Qəlb də qəlb. İkisi də Deyib, eyni mənalıdır. eyni Əla. söz. Bəli. Həm də ki, ülgü lazımdır bizə, qəlb lazımdır, istədiyimiz forma, qəlbimiz lazımdır bizə. Doğrudur. Aplikasiya ziqzaq şəkilli tikişin salınarsa, saplar necə olmalıdır? Parçanın rənginə uyğun olmalıdır. A bəndi. Bəli, doğrudur. Deməli, Aynur müəllimə, buyurun, ardıcılığa bir dəfə də qısa olaraq baxaq. Sözlə deyək, Aplikasiyanın birinci. Bəli, aplikasiya hazırlanma ardıcıllığı demək ilk öncə eskiz hazırlanır. Daha Bəli, sonra ülgülər işlənilir. ülgülər, bəli, sonra Ülgülər işlənilir. Kağız ülgünün kənarı boyunca xeyr, o ülgünü neynirəm? sancaqlarla bərkidilir. Parçanın üzərinə düzürəm. Üzülür, sancaqlarla bərkidilir. Bəli. Möhkəmləndirilir. Daha sonra parçanın üzərinə köklənir. Kağız ülgünün kənarı boyunca kəsilir. Kəsiləndən sonra kəsdiklərim də əsas səthinin üzərinə. Səth üzərində düzülür. Düzüldüyü əsas üzərində bərkidilir. Əla. Davam edək. Aplikasiyanın yerinə yetirilməsi üçün əvvəl hansı proses yerinə yetirilir? Burada detalların ülgüləri onun eskizi işlənməlidir ilk öncə. Bəli, eskizdir. Hər yerdə birinci eskiz edilir. Burada da həmçinin eskiz hazırlanır. Düzdür. Aplikasiya ziqzaq şəkilli tikişlə salınırsa, bu zaman hansı alet və materiallardan istifadə edilir? Qayçı, təbaşir olmaz. Kalka, sadə karandaş və yapışqanlı araqat 3 Bəli, deməkdir. B araqat. variantı. Bəli, biz orada araqatı gördük, karandaşla köçürdük. Köçürmə kağızı da, yəni kalka kağızında təbii ki, köçürürük deyə olmalıdır. Düzdür. Bəli. Demək, alma aplikasiyasının yerinə yetirilmə ardıcıllığını təyin edin. Burada ilk öncə karandaş gəlirdi. Yəni 2 kağızın köçürmə kağızını və iti yonulmuş karandaşı köməyi ilə aplikasiyasının şəkli əsas parçanın tərs üzünə güzgü əks etdirmək üsulu ilə köçürülür. Yəni 2 gəlir. Daha sonra araqat gəlirdi. Hə, araqat iki sözdən ibarət. İkinci yerdə həm də elə bir yapışqan çəkirik də. Bəli, Araqat. bəli. Aplikasiya parçanın tərs üzünə yapışqanlı araqat ütü vasitəsilə çəkilir. Daha sonra bu parça araqat altda olmaqla əsas parçanın üzərinə sərilir. Kontur xəttləri nişanlanır. Xırda ziqzaq şəkilli tikişlə astar tərəfdən təsvir konturları boyunca tikilir. Daha sonra kəsilməyi də o desəm bir Kəsilir, deyil. sonra qalın ziqzaq şəkilli tikişlə tikilirdi. Deməli, kəsil hardadır? 1. Əla. Qalın Daha sonra qalın ziqzaq şəkilli tikiş. Əla. Deməli, 264, 731. 7315 A variantı. Deməli, 261, 700. Bəli. Nasıl bir şey? Cavabımız nə oldu bizim? Deməli, A 264, variantı. 7, əla A variantımız olacaq. Doğru cavabımız davam edək. Aplikasiya hansı tikiş növü ilə salınır? Ziqzaq şəkilli tikiş ilə. Bəli, doğrudur. Əgər aplikasiya bir neçə elementdən ibarətdirsə, onların bir-birinin üstünə çıxırsa, bu zaman nə etmək lazımdır? Bu zaman işə ən altdakı hissənin tikilməsi ilə başlamaq lazımdır. Bəli, bir neçədirsə, ən birincini bərkitməliyik, düzdür. Əgər aplikasiya Krujevadan salınırsa, bu zaman nə etmək lazımdır? Seçilmiş yeri nişanlamaq və ziqzaq şəkilli tikişlə tikmək lazımdır. Onu üst tərəfdən qalın ziqzaq şəkilli tikişlə birləşdirib Krujevanın altındakı əsas parçanın tikiş xətti boyunca yaxın məsafədən kəsib götürmək lazımdır. Bəli, Krujevada əsas parçanı kəsib götürürdü. Düzdür, bəli. Onu üzündən tikib əsas parçanı kəsib götürür. Doğrudur. Bəli.
Əgər aplikasiya salmaq üçün nazik parça təsvirdən istifadə edilirsə, bu zaman nə etmək lazımdır? Təsviri bir qədər böyük Nazik ehtiyat parça. zolağı ilə kəsmək lazımdır. Böyük ehtiyat zolağı ilə kəsmək lazım Bəli, idi burada. doğrudur. Onu ara qatına yapışdırıb kontur boyunca tikmək və e, yerini nişanlamaq, kontur boyunca tikmək lazımdır. Bəli. Alma aplikasiyasının şəkli əsas parçanın tərs üzünə hansı üsul ilə köçürülür? Güzgü əks etdirmə üsulu ilə A variantı. Bəli, təbii ki, doğrudur. Deməli, bəs nazik parçada aplikasiyanın salınması ardıcıllıq necə idi? Şifahi. Burada təsvir bir qədər böyük ehtiyat zolağı ilə kəsilirdi. Sonra ara qat Ona ikinci. yapışqanlı ara qat, bəli, ikinci ara qat gəlirdi. Sonra seçilmiş yeri nişanlanır, kontur boyunca zigzag tikişlə Bəli, tikilirdi. nişanlayıram. Həmin o nişanladıqlarımı da, yəni kontur xətləri boyunca tikirik. Doğrudur. Sonra Aplikasiya hansı tikişlə salınırsa, saplar parçanın uyğun rənginə uyğun seçilir. Zigzag şəkilli tikişlə salınanda parçanın rənginə uyğun seçilirdi. bəli, görünür axı tikişimiz axı Bəli. görünür tikişdə. Bəli, yəni burada parçanın rənginə uyğun tikişim safımızdan istifadə edirik. Doğrudur. Əla. Belə müəllimələr, mövzumuz bitdi. Sağ olun, gecəniz xeyrə. Gecəniz xeyrə müəllimə. Uğurlar hər birinizin.